Kitabın müəyyənləşdirilməsi baxımından cümlələrdən biri fərqli düşünülə bilər. Azər, Səbnə və Gülzar uşaqlıqdan dostluq edirlər. Nə edirlər? Dostluq edirlər. Kim? Azər, Səbnə, Gülzar. Bu cümlədə Azər, Səbnə, Gülzar həmcins mübtədalar kimi də düşünülə bilər. Bir də Azər sözünü xitab kimi də düşünə bilərik. Azərə müraciət edir. Azər, Səbnə və Gülzar uşaqlıqdan dostluq edirdilər. Demək, A variantında Azər sözünü həm xitab kimi, həm də mübtəda kimi düşünə bilirik. Cavad, cəsarət və hünər mübarizə meydanındadır. Mübarizə meydanındadır. Nə cəsarət, nə hünər? B variantında Cavad sözünü biz yalnız xitab kimi düşünə bilərik. Fərhad, Nilüfər və Sevincin hər ikisi üçün hədiyyə almışam. Nə etmişəm? Almışam. Kim mən? Kim üçün? Nilüfər və Sevincin hər ikisi üçün. Fərhad da burada yalnız xitab kimi düşünə bilərik. Başqa hər hansı bir cümlə üzvü kimi düşünə bilmərik. Sabir, dostluğumuz, qardaşlığımız əbədidir. Əbədidir. Nə? Dostluğumuz, nə qardaşlığımız. Sabiri yalnız xitab kimi düşünürük. Cabir, Nurunu və Rəşidi də bu məclisə dəvət etməlisən. Dəvət etməlisən. Kimsən? Kimi? Nurunu, kimi Rəşidi. Cabir də burada yalnız xitab kimi düşünürük. Demək, B, C, D, Y variantındakı ilk sözləri, ilk şəxs adlarını yalnız xitab kimi düşünürük. Amma A variantındakı Azər sözünü həm xitab, həm də mübtəda kimi düşünürük. Ona görə də fərqli olan A variantı olur.